Herkese salam, kanalıma hoş geldiniz. Bugün bu güzel qara qarağatı necə bişirmədən qışa saxlamaq olar, onun hazırlanmasını sizlərlə bölüşürəm. Əvvəlcə qarağatın üzərindəki saplarını, yarpaq hissələrini təmizləyirik. Daha sonra suda yaxşıca yuyuruq. Bu qarağat növünü suda çox saxlamaq olmaz. İkinci digər vacib məqam ondadır ki, qarağatları quruduruq. Bunun üçün ağ kağız üzərinə yaxşı yuduğumuz qarağatları səririk. 1-2 saat kağız üzərində saxladıb qurumasını gözləyirik. Göstərəcəyim qayda ilə qırmızı qarağat, moruq kimi digər meyvələri də qışa bişirmədən saxlaya bilərsiniz. Hazırlanmasında ən sevdiyim məqama gəldik. Blenderə tökürük və tam əzilənədək blenderdən keçiririk. Əgər videomu bəyəndinizsə kanalıma abunə olmağı, videomu bəyənməyi və sevdiklərinizlə paylaşmağı unutmayın. Blenderdən keçirib tam püre halına gətirdikdən sonra qarışdıracağımız qazana əlavə edirik. Məndə qarağatın çəkisi 2 kiloqram idi. Mən 2 kiloqrama 2 kilo 200 qram şəkər tozu istifadə elədim. Yəni 1 kiloqram qarağata 1 kiloqram 100 qram şəkər tozu istifadə edirəm. Bir gün ərzində gündə bir neçə dəfə olmaq şərti ilə qarışdırıram ki, içərisindəki şəkər tozu tam qarışsın. Bir neçə dəfə qarışdırdıqdan sonra yavaş-yavaş qatlaşdığını görəcəksiniz. Bu deməkdir ki, artıq şəkər tozu həll olmağa başlayıb. Bu mürəbbəni qışda soyuq dəymələrdə rahatlıqla istifadə edə bilərsiniz. Eləcə də kekslərdə və peçenyelərdə meyvə siropu kimi də istifadə edə bilərsiniz. Bir gün müddətində bu qayda ilə qarışdırıb tam şəkər tozunu içərisində həll etdikdən sonra artıq bişməyən mürəbbəmiz hazırdır. Şəkər tozunun tam əridiyinə əmin olduqdan sonra öncədən steril etdiyimiz bankalara yığırıq. Bu mürəbbəmiz bişmədiyi üçün onu soyuducuda saxlayırıq. Soyuducuda saxlamağımızın səbəbi ondadır ki, mürəbbəmizdə qıcqırma və şəkərlənmə kimi halların qarşısını almaqdır. Bişməyən mürəbbəmiz artıq hazırdır. Qatılığı, dadı və ləzzətinə söz ola bilməz. Əgər nə vaxtsa hazırlamısınızsa, rəylərdə yazsanız sevinərəm. Videomu bəyənən və izləyən hər kəsə öncədən təşəkkürlər.